Hazırda Lənkəran şəhərindəyik. Lənkəran şəhərindəki vəziyyət bu yerdədir. Kanalizasiya xəttləri çölə axıdılır. Çay boyu bu vəziyyətdədir. Yəni şəhər boyu hər yer bu vəziyyətdədir. Kanalizasiya bütün şəhər boyu çölə axıdılır. Ümumiyyətlə burada kanalizasiya sistemi bu haldadır və evdən axıdılan kanalizasiya suya axıdılır. Görünür şəkildə belə aklar vasitəsilə hara gedir, indi onu da Allah bilir. Və dəfələrlə müraciətə baxmayaraq heç kim bununla bağlı tədbir görür. Bu ya icra hakimiyyətinin olduğu küçədir. Hazırda icra hakimiyyətinin olduğu küçədir və kanalizasiya axıdılır demək olar ki, kanalizasiya xəttləri görünür vəziyyətdədir və bura axıdılır. Hazırda biz buranı çəkirik. Lənkəranda demək olar ki, hər yerdə bu vəziyyət belədir.